Buyurun, növbəti sualımız. 30. 30 mu? 33. 30. Olsun hələlik. Deməli, əlverişli şərait yaradılmış olsaydı, bir bakteriya hüceyrəsindən bir sutka ərzində maksimum neçə fərd yarana bilərdi? 20-30 dəqiqə ərzində bölünməyə məruz qalır. Yəni, burada maksimum dediyinə görə 20 dəqiqədən bir götürərik. Bir sutka ərzində, yəni bir sutkada bilirik ki, 24 saat var və elə bil ki, bir 1440 dəqiqə. Müəllim 24 saatı dəqiqəyə çevirmək üçün 60-a vurarıq. Sonra onda bizə verilən maksimum də şeyə bölərik, qiymətə bölərik, 20-yə bölərik. Orada da 72 eləyər. Yəni 72 nəsil bəli, bəli. Deməli, neçə fərd yarana bilərdi? Yəni 2 üstü 72. 60-ı 20-yə böləndə 3 eləyir. 24-də 3-ə vururuq, eləyir 72. Yəni bizdən yəni 1 vurulsun 2 üstü 72 eləyir. O da 2 üstü 72 olaraq B variantı kimi götürə bilərik. Növbəti 30, 33. 33. Tamam. Kükürt və qırmızı bakteriya üçün ümumi olan. Kükürt bakteriyası hemotrofdur, qırmızı bakteriya fototrofdur. Ümumi olan nədir? Hər ikisi avtotrofdur. Yəni qeyri-üzvi maddədən üzvi maddə sintez edə bilir. Baxsaq, üzvi maddəni bütün sutka ərzində xeyr. Deməli, enerjini qeyri-üzvi maddələrin oksidləşməsindən alır. Üzvi maddəni bütün sutka ərzində sintez edir. Oksigen əmələ gətirir, xeyr. Xlorofilə malikdir, xeyr. Karbon qazını istifadə edir. Yəni ikisi istifadə etmir. A bəndə olar yəqin ki, yəni avtotrof olduğu üçün qeyri-üzvi maddələrin oksidləşməsindən alır. Buyurun, növbəti sual. 34. Tamam. Deməli, ardıcıllığı tapmalıyıq. Nə deyir? Sxemi tamamlamaq üçün lazım olan terminləri yuxarıdan aşağıya doğru ardıcıllığını müəyyən edin. Mikroorqanizmlər karbon mənimsəməsinə görə, azot mənimsəməsinə görə. Burada azot mənimsəməyə görə keçməmişsiniz hələ siz. Amino avtotrof və amino heterotrofda bunun mikrobiologiya bölməsi var. Orada biz öyrənirik. Amma karbon qazından istifadə edirsə, deməli bu avtotrof olacaq. Ən yuxarıda avtotrof. Ondan sonra, əgər karbon qazından istifadə eləmirsə, yəni üzvi maddədən istifadə edirsə, bu olacaq heterotrof. Azot mənimsəməsinə görə də var amino avtotrof, var amino heterotrof. Əgər havanın azotundan və yaxud ammonium duzlarından istifadə edirsə, bu amino avtotrofdur. Amino avtotrof və digəri də qalır amino heterotrof. Amino hetero. Aha, yəni avtotrof, heterotrof, birinci bunlar gələcək. Sonra amino heterotrof, sonra amino avtotrof. Yəni D variantı olur sualımızın doğru cavabı. Növbəti 45. 37. 30 neçə? 7. 37. 37, 38-də, 38 də eşitdim deyəsən elə. 4 ilkin bakteriya hüceyrəsindən əlverişli şəraitdə 2 saat ərzində maksimum neçə nəsil? 2 saatdırsa 20 dəqiqədən bir bölünürsə, deməli biz nə edirik? Nəsil üçün N0-ımız bərabərdir 4-ə. 2 saat. T-miz bərabərdir 2 saat. Yəni 120 dəqiqə. Ondan sonra neçə nəsil yaranacaq? Kiçik n bərabərdir 120 bölünsün 20.
O da bərabərdir 6. Neçə hüceyrə əmələ gələr? Burada NT-ni tapırıq. NT-miz bərabərdir N0, yəni 4 vurulsun 2 üstü 6. O da bərabərdir 2 üstü 6, 64 edir. 4 dəfə 64, 256. Sonra bu müddət ərzində neçə bakteriya bölünməyə məruz qalar? 256-dan 4-ü çıxarır. NT çıxılsın N0 bərabərdir 256 çıxılsın 4. O da bərabərdir 252. Deməli 6, 256, 252. Cavab İ bəndi. Buyurun növbəti sual. 45 müəllim. 45-ə də baxın. Tamam. 45'e baxaq. İki ilkin bakteriyanın fasiləsiz bölünməsi nəticəsində onların sayı 64 dəfə artır. Deməli, N0'ımız 2'dir. Onların sayı 64 dəfə artıbsa, deməli, NT bərabərdir 2 vurulsun 64. O da bərabərdir 128. Buna minimum neçə saat vaxt sərf olunmuş? Neçə saat sərf olunmuşdur? Yəni, bayaqki desək ardıcılıqla yazsaq 2, 4, 8, 16, 32, 64, 128. Görürük ki, bir dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə. 6-nı 20-yə vururuq. Eləyir 126 vurulsun 20 bərabərdir 120. 120 dəqiqə vaxt sərf olunacaq. Bizdən də saat soruşduğuna görə bu da bərabərdir 2 saat. Bayaqot yenə düsturda da düsturla da yaza bilərik. 2 vurulsun 2 üstü n, 2 vur 2 üstü n bərabərdir 128. Buradan 2 üstü n bərabərdir 64. N bərabərdir 6. T bölünsün 20 bərabərdir 6. T bərabərdir 120 dəqiqə. O da bərabərdir 2 saat. Yəni, hər iki yolla doğru cavabımız 2 saat edir. Hadi. Bəli. Buyurun. Növbəti sual. 52. 47. 47. Aha. Deməli, 47-də cədvəl bizi qorxutmasın. Elə adi məsələ formasında verilənləri qeyd edirik. 2 başlanğıc bakteriyadırsa, N0'ımız bərabərdir 2-yə. 2 saatdır, T bərabərdir 2 saat, elə 120 dəqiqə kimi qeyd edirəm. Sonra birinci bölünmənin 4-cü mərhələsində məruz qalan bakteriya sayı. Səhv eləmirəmsə, buna aid nümunə bildirik. Nəsil sayını əvvəlcə tapaq. B bərabərdir 120 bölünsün 20 bərabərdir 6. Yəni 6 nəsil əmələ gələcək. Və 4-cü bölünmə deyirsə, deməli biz 2-ni götürək başlanğıc kimi, sonra 4, 8, 16, 32, 64, 128. Və bu birinci bölünmə, bu ikinci bölünmə, bu üçüncü bölünmə, bu da dördüncü bölünmə. Dördüncü bölünməsinə məruz qalır. Məruz qalanda dedik ki, soldakini götürərik, yəni 16. Yəni, burada A bərabərdir 16. Cəmini tapırıqsa 16 üstə gələk 6 bərabərdir 22. Sualımızın doğru cavabı olacaq 22. Buyurun. 51. 51. Əlverişli şəraitdə 3 saat. 3 saatda 2 ilkin bakteriyadan bölünmə yolu ilə maksimum neçə bakteriya əmələ gələr? Burada nə var ki? Yenə eyni qayda ilə
Deməli, temiz 3 saatdır, yəni 180 dəqiqə. 2 ilkin bakteriya N0'ımız bərabərdir 2'dir. Neçə bakteriya əmələ gəlir? Kiçik eni buradan tapırıq. 180 bölünsün 20 eləyir 9. N-ti bərabərdir 2 vurulsun 2 üstü 9. 2 üstü 9 512 edir. 2 vurulsun 500. Deməli 2 vurulsun 512 o da bərabərdir 1024. Buyurun. Növbəti sual. 53. 52. 53. O da 53. Bəli. Məndə də 53-cü sual. Tamam. 53. 5 ilkin bakteriya intensiv çoxalaraq 320 fərd əmələ gətirir. Səhv eləmirəmsə buna aid nümunə mən mövzu izahı eləyəndə göstərdim. Axırıncı bölünmə mərhələsində 5 ilkin bakteriyanın birinin neçə fərdi iştirak edir. Bilmirəm, videoya baxdınız yoxsa baxmadınız. Əgər baxsaydınız, məncə bunu yazacaqdınız. 5-dən başlayırıq. 10, 20, 40, 80, 160, 320. Axırıncı bölünmədə görürük ki, 160 fərd bölünmüşdür. 5 ilkin bakteriyadır. Əgər 5 ilkin bakteriyanın 160 fərdi iştirak edibsə, birinin neçə fərdi iştirak edibsə, 1-ə yazarıq x. X bərabərdir 160-ı 5-ə bölürük, eləyir 32. Eynisindən elə bilirəm ki, nümunə göstərmişdim mən izah eləyəndə. Əlli altı, 57. 56, 57. Deməli, 2 saat ərzində 56'da deyir, 4 ilkin bakteriyanın maksimum əmələ gələn bakteriyaların sayı bu vaxt ərzində baş verən bölünmələrin sayından nə qədər çoxdur? Deməli, verilənləri qeyd edirik. 2 saat ərzində T bərabərdir 120 dəqiqə. 4 ilkin bakteriya N0 bərabərdir 4. Maksimum əmələ gələn bakteriyaların sayı baş verən bölünmələrin sayından. Aha. Bölünmələrin sayı NT çıx N0'dır. NT-ni əvvəlcə tapaq. NT bərabərdir. Buradan T 120 dəqiqədirsə kiçik N bərabərdir 6 olacaq. 20 dəqiqədən bir bölünmə baş verdiyi üçün. N0 4 vurulsun 2 üstü 6. Bu eləyir 200. Deməli 4 vurulsun 64. 256. Aha. N0'ımız da 6'dır. NT çıx N0 bərabərdir 250. İndi bizə nə deyir? Baş verən bölünmələrin sayı. Bax, əmələ gələn bakteriyaların sayı bölünmələrin sayından nə qədər çoxdur? Bölünmələrin sayı 250'dir. Bakteriyaların sayı 256'dır. 256 çıxılsın 250 bərabərdir 6. Cavabımız 6. Buyurun. 57. 57. 2 saat ərzində əmələ gələn bakteriyaların ümumi sayı maksimum 768 olubsa. Deməli, yenə T bərabərdir 120. Buradan da N bərabərdir 6. Bakteriyaların ümumi sayı ilkin və burada nə var ki? Hər şey bəllidir də. Deməli, N0 vurulsun 2 üstü 6, yəni 64 bərabərdir 768.
n0 bərabərdir 768 bölünsün 64-ə. Bu da eləyəcək 12. Aha. Doğru cevabımız 12. Buyurun növbəti 58. 58. 58 mütləq var. 58-i yazan olub ümumiyyətlə. Xeyr. Xeyr, mən yazmışam. 50. Mən yazdım hocam. Cevap Yazdım, cavab uyğun gəlmir. Məntiqən düşündüm, cavab 12 çıxır. Cavab 12-dir. 12 olmağına, amma əsas burada həlli məsələsidir. Mən 11,8 tapdım. Yox. Siz orada bölünməyə məruz qalan bakteriyaların sayını deyir. Siz onu son bakteriya sayını 756 götürübsünüz yəqin ki. T bərabərdir 120 dəqiqə. Yenə də 2n bərabərdir 6. Və bizə nə deyir? Bölünən bakteriyaların sayı 756. Bunu iki cür həll edə bilərik. Yenə yazırıq. NT çıxılsın N0 bərabərdir 756. Sonra nə yazırıq? Düz turumuza əsasən. NT bərabərdir N0 vurulsun 2/6. Yəni 64 N0. İndi bu yuxarıdan NT-ni çıxarsaq, NT bərabərdir 756 üstə gələk N0. Burada hər ikisi NT-dir. Burada NT bərabərdir 756 üstə gəl N0. Burada NT bərabərdir 64 N0. Deməli, sol tərəflər bərabərdirsə, sağ tərəflər də riyazi qaydada bərabər olmalıdır. Buradan yazırıq 64 N0 bərabərdir 756 üstə gələk N0. N0-ı keçirsək sol tərəfə olur 63 N0 bərabərdir 756. Buradan N0 bərabərdir 12. Başqa üsulumuz nədir? Bunu düz turla həll elədik. Digər üsulumuz. Nəsil sayımızı 6 tapmışıqsa, burada biz nə edə bilərik? Burada biz N0-ı yazdıq başlanğıcda. 6 dəfə tiremizi qoyub davam edirik. Birinci tirədə 2N0, ikincidə 4N0, üçüncüdə 8N0, dördüncüdə 16N0, beşincidə 32N0, altıncıda 64N0. Yəni bizim son sayımız 64N0'dır. İlkin sayımız N0'dır. Bizdə də deyir ki, bölünməyə məruz qalanlar. Yəni sondan ilkin sayı çıxsaq, 64N0 çıxılsın N0 bərabərdir 756. Və buradan da 63N0 bərabərdir 756. N0 bərabərdir. Yenə də 756-nı 63-ə bölürük, elir 12. Aydın? Bəli, başa düşdüm. Tamam. Növbəti sualımız. 59, 60. 59 və 60. 59-u həll eləyərəm, 60-ı özünüz çalışarsınız, tapasınız, oxşar məsələlərdir. Yenə verilənlər. Bəli? Müəllim, mən işləmişəm ama. Tamam, işləmişsiniz, laf əla, işləməyənlər üçün deyək də. Birinci cərgəyə əsasən tapırıq. Başlanğıc bakteriya N0 bərabərdir 8. Temiz də 1 saatda 60 dəqiqə. Kiçik n bərabərdir 3 olacaq, yəni 20-yə böldük. Əmələ gələn bakteriya A-dır, yəni NT mənasında. A bərabərdir N0, yəni 8 vurulsun 2/3. 2/3 8 edir, 8 və 8 64. A bərabərdir 64-dürsə, oradan 2A bərabərdir 128, yəni ikincidə NT-miz 128-dir. Temiz 2 saat olduğu üçün oradan kiçik n bərabərdir 6 nəsil eləyəcək. Və N0 yuxarıda yazıram. N0 vurulsun 2/6 bərabərdir 128.
2 üstü 6 64'dür. Buradan da n0 bərabərdir. 128-i 64-ə bölürük. İki. Eləyir 2. Deməli, x-imiz olacaq 2. Tamam mı? Başa düşdüm mən. Aha. 60'ı yazarsınız özünüz. O da buna bənzər. Növbəti neçə demişdiniz? Mənim sualım bitdi. Aha. Kimsə demişdi 61 idi, 62 idi, bilmədim. 62. 62. Bəli. Yaxşı. Angina törədicisi, angina streptokok var idi, kürə şəkillidir. Difteriya basildir. Basil isə çöp şəkillidir. Deməli, A bəndi aid olacaq anginaya. Hüceyrə divarına malik olan basildir. Basildir deyirsə, bu B bəndi difteriya aiddir. Karbon mənbəyi olaraq üzvü maddədən istifadə edirlər. Yəni, heterotrof olduqları üçün, bəli, üzvü maddədən istifadə edirlər. Bu hər ikisinə aiddir. Karbon mənbəyi olaraq karbon qazından istifadə edir. Bu heç birinə aiddir. Çünki bunlar heç biri fototrof deyirlər. Sadə bölünmə ilə çoxalırlar hər ikisi. Deməli, 1-ə aiddir A, 2-yə C-yə, 3-ə B. Sonra Ora yoxdur mən. Elə bunlar. Gülsüsənli var. Yoxdur. Nora ilə Yağmurda da dedilər yoxdur. Elədir? Tamam. Demək, 3-cü günə nə edirsiniz, necə hazırlaşırsınız, nəyə diqqət edirsiniz? Demək, PDF-ləri elə bilirəm təzədən qrupa göndərdim. Yosunlar mövzusundan başlanır. Əsasən yosunlarda diqqət edirsiniz, nümayəndələrə diqqət edirsiniz. Yosunların talomunun quruluşuna, yəni hansında sap şəkillidir, hansında məsələn lövhə şəkillidir, hansında lent şəkillidir diqqət edirsiniz və xromatoforunun quruluşuna da diqqət edirsiniz. Məsələn, xlamidomnada da xromatofor kasa şəkillidir, hüceyrənin özü armud şəkillidir. Və məsələn, Ulutrixdir, Spirogiradır. Bunların tallumu sap şəkillidir. Amma xromatofor Ulutrixdə qapanmayan halqa şəkilli, Spirogirada lent şəkillidir. Buna diqqət edirsiniz. Çoxalma formalarına, çoxalmada alınan ardıcıllıqlar ki var idi. Məsələn, xlamidomnada da qeyri-cinsi çoxalmada deyir ki, bölünür 4 və ya 8-ə də zoospor əmələ gətirir və mitoz yolla bölünür. Buna da diqqət edirsiniz. Cinsi çoxalmada isə ardıcıllığımız var idi məsələ həlləri üçün. 2 qamət, 4 qamçı. Sonra bir zigot yaranır, sonra 4 zoospor yaranır və 4 yeni fərdə başlanğıc verir. O ardıcıllıqları mütləq yadda saxlayırsınız. Ulutrixdə də bu ardıcıllıq var. Spirogirada konjugasiya prosesinə diqqət edirsiniz. Sonra qonur və qırmızı yosunlarda hansında hansı rəngli pigmentlər var, onlara diqqət edirsiniz. Və yosunların əhəmiyyətidir, nə alınır, hansı maddələr alınır, onlara diqqət edəcəksiniz. Mamırlar, əmələ gələn orqanlar, onlarda hansı orqanlar var. Ondan sonra su udması ilə bağlı məsələ həlləri, onlara diqqət edirsiniz. Yəni, quş mamırı özündən 4 dəfə çox su udur, sfagno mamırı özündən 20-25 dəfə çox su udur. Ona diqqət edirsiniz və onunla bağlı məsələ həlləri biz işləmişik. Təzədən yenə də işləyərsiniz özü üçün. Sonra inkişaf dövriyyəsi hansı mərhələləri haploiddir, hansı mərhələləri diploiddir, hansı qeyri-cinsi nəsildir, hansı cinsi nəsildir və ümumiyyətlə ümumi ardıcıllıq. Səhv eləmirəmsə sizin üçün onun video izahını çəkib qrupa göndərin. Sizin üçün izah eləmişdim hətta. Bilmirəm də hansılarınız burada olub, hansılarınız olmayıb, amma ümumi olaraq yəni bu qrup üçün izah edib göndərmişəm qrupa. Sonra çılpaq toxumlardır. Onlarda nümayəndələrdir, onların xüsusiyyətləri, yəni şamın, küknarın xüsusiyyətləri, onlarda yarpaq tökülməsidir. N çıxılsın 2, N çıxılsın 3, N çıxılsın 5, N çıxılsın 7 düsturlarıdır. Onların çoxalmasıdır. Məsələn, 2 qamət iştirak edir çoxalmasında. Bir spermi, bir yumurta hüceyrə. Toxumda bir pərdəvarı qanadcıq olur. 6 ləpə yarpağı olur. Endospermi haploid olur, ona diqqət edirsiniz. Erkək qozalar hansı rəngdədir, dişi qozalar hansı rəngdədir, onlara diqqət edirsiniz. Qırmızı tur qozada nə baş verir, yaşıl qozada nə baş verir, qonur qozada nə baş verir.
Sonradakı fəslələrdir, çiçək düsturlarıdır. Hər bir fəslənin meyvə tipidir, hər bir fəslənin çiçək qrupudur. Hər bir fəslədə məsələn dərman əhəmiyyətli, qida əhəmiyyətli və yaxud texniki əhəmiyyətli bitkilər ki var. Onlara diqqət edirsiniz, yadınızda saxlayırsınız. Avardır, yelkəndir, nə bilim, buynuz meyvə, buynuzcuq meyvə hansı bitkilərdədir. Hansı, məsələn, bəzi xəstələr üçün xüsusi anlayışlar var. Məsələn, badmintonçəklər üçün alkaloidlər adlanan maddələr var, ifraz olunur. Daxillarda güləş gövdə var, məsələn. Bəzilərində güləş olmayan gövdə də var. O nümunələr istisna halları yadda saxlayırsınız. Və ikiqat mayalanma məsələsi. İkiqat mayalanmada 3 qamət iştirak edir, 4 hüceyrə iştirak edir. Onu yadda saxlayırsınız. Hər bir ikiqat mayalanmada bir toxum əmələ gəlir. Mürəkkəb çiçəklərdə iki cür meyvə tipi, iki cür çiçək var, yalançı və həqiqi çiçək. İkiqat mayalanma yalnız həqiqi çiçəklərdə gedir. Buna diqqət edirsiniz. Və sonradakı bakteriya göbələk şibyaları təzə keçmişik. Elə bilirəm ki, onlarda da çətinliyimiz olmaz. Məsələ həllərinə yenə diqqət edin. Time'in elə bilirəm PDF-ini atmışam qrupa, düzdür? Bəli. Hə, yəni vaxtınız olsa, yəni bakteriya məsələlərindən oradan da seçib işləyərsiniz. Yəni, biraz fərqli tipli məsələlər orada var. İşləyərsiniz, axırda cavablar da var. Düz alındıra bilməsəz, yəni qrupa göndərərsiniz. Səs göndərib sizin üçün izahat verə bilər. Belə. Kim üçün nə qaranlıqdırsa, nə aydın deyilsə, buyursun desin. Yəni gələn dərsə yeni mövzumuz yoxdur, təkrardır, sınağımız olacaq. Yəni sınaq 150 bal üzərindən hesablanacaq. 22-yə qədər qapalı suallardır. 4 səhv, bir düzün balını aparır. Yəni bir səhv, bir düz sualın 4də 1-i qədər bal aparır. 23-dən 27-yə qədər açıqdır, seçim tipli, məsələ tipli suallar var. Orada bal, yəni səhv düzü aparmır. 28, 29, 30-da situasiya suallardır. Onlara 2 qat bal verilir və onlarda izah tələb olur. Bunu da yəqin ki, bilirsiniz də, yəni sınavlarda iştirak eləmiş olarsınız yəqin ki. Hə, başqa sualı olan buyursun. Yoxdur. Yoxdur. Yoxdur mənim. Tamam, onda yoxdursa, bugünlük hələlik sağollaşaq. Üçüncü gün inşallah görüşərik və bir gündə ara günlərdə özünüz üçün fikirləşərsiniz. Ola bilər, bəlkə elə səhər saatlarına, üçüncü gündən bazar günü arasında səhər saatlarından birinə salarıq, əlavə bir dərs keçər. Yaxşı. Yaxşı. Hələlik görüşənək. Sağ olun. Sağ ol. Sağ olun. Sağ olun.